Bakıda saat 4:28 dəqiqədir. Ondan cənub-qərb yerləşən yay günündə günəş şüalarının günorta 36:15 dərəcə bucağında düşdüyü A məntəqəsi saat 20:36 dəqiqədir. A məntəqəsinin yerləşdiyi saat uşağına və onun coğrafi koordinatlarını müəyyən edin. Həlli. Bu məsələni həll etməkdən ötürü məntəqələr arasındakı vaxt fərqini hesablamaq lazımdır. Bakıda 4:28 digər məntəqədə 20:36 olduğuna görə 4:28 ile 20:36 arasındaki vaxt fərqini hesablayırıq. Bunun için 4 saat 28 dəqiqədən 20 saat 36 dəqiqədən çıxmaq lazımdır. 4:28'den 20:36 çıxmaq mümkün olmadığı 4:28'in üzerine 24 saat əlavə edirik. Alınır 28 saat 28 dəqiqə. Bu da 27 saat 88 dəqiqəyə bərabərdir. Bundan 20:36 çıxanda 7 saat 52 dəqiqə vaxt fərqi almış oluruq. 7 saat 52 dəqiqə vaxt fərqini dərəcə fərqinə çevirmək lazımdır. Bu halda 7'ni 15 dereceye vururuq, alırıq 105 derece, 52 dəqiqəni 4'e bölməklə 13 dəqiqə, 13 derece vaxt alırıq. 13 ile 105 derecəni cəmlədikdə 118 derece fərq alırıq. 118 derece fərq alırıq. Deməli, məntəqə Bakıdan 118 derece qərbdə yerləşir. Bakının 50 derece şərq uzunluğunda yerləşdiyini bilək, 50 derece şərq uzunluğundan 118 derece qərbə hərəkət eləmiş olsa, onda deməli, məntəqənin 68 derece qərb uzunluğunda yerləşdiyini tapa bilirik. Məntəqə 68 derece qərb uzunluğundadır. 68 derece qərb uzunluğunda yerləşən məntəqənin hansı saat uşağında yerləşməsini təyin etməkdən ötürü 68 derece qərb uzunluğunu 15'e bölürük. 15'e bölürük. Alınır 4. 8 dəqiqə qalıq, 8 derece qalıq qalır. Ona görə də qalıq 7,5'den böyük olduğuna görə 4'ün üzerine 1 gəlir, 5. Məntəqə qərb bölməsində yerləşdiyinə görə 24'den 5 çıxmaq olan məntəqənin 19 saat uşağında yerləşdiyini tapa bilirik. Deməli, məntəqə 19 saat uşağında yerləşir. Günəş şüasının düşmə bucağına tapmaqdan ötürü yay gün dönümündə güneşin 23,5 derece şimal enliği üzerinde zenitdə olduğunu bilirik. Ona göre de bu noktadan 23,5 derece şimal enliğinden 90 çıxılsın 36,5 derece cənuba doğru hərəkət etmək lazımdır. 23,5 şimal enliğinden çıxılsın 90 çıxılsın 36,5 derece, bu 23,5 şimal enliğinden 53,5 derece cənuba hərəkət etmək deməkdir. Bu da məntəqənin 30 derece cənuba yerləşdiyini göstərir. Deməli, məsələnin doğru cavabı A bəndidir. Bakıda saat 4:28 dəqiqədir. Ondan cənub-qərb yerləşən yay günündə günəş şüalarının günorta 36:15 dərəcə bucağında düşdüyü A məntəqəsi saat 20:36 dəqiqədir. A məntəqəsinin yerləşdiyi saat uşağına və onun coğrafi koordinatlarını müəyyən edin. Həlli. Bu məsələni həll etməkdən ötürü məntəqələr arasındakı vaxt fərqini hesablamaq lazımdır. Bakıda 4:28 digər məntəqədə 20:36 olduğuna görə 4:28 ile 20:36 arasındaki vaxt fərqini hesablayırıq. Bunun için 4 saat 28 dəqiqədən 20 saat 36 dəqiqədən çıxmaq lazımdır. 4:28'den 20:36 çıxmaq mümkün olmadığı 4:28'in üzerine 24 saat əlavə edirik. Alınır 28 saat 28 dəqiqə. Bu da 27 saat 88 dəqiqəyə bərabərdir. Bundan 20:36 çıxanda 7 saat 52 dəqiqə vaxt fərqi almış oluruq. 7 saat 52 dəqiqə vaxt fərqini dərəcə fərqinə çevirmək lazımdır. Bu halda 7'ni 15 dereceye vururuq, alırıq 105 derece, 52 dəqiqəni 4'e bölməklə 13 dəqiqə, 13 derece vaxt alırıq. 13 ile 105 derecəni cəmlədikdə 118 derece fərq alırıq. 118 derece fərq alırıq. Deməli, məntəqə Bakıdan 118 derece qərbdə yerləşir. Bakının 50 derece şərq uzunluğunda yerləşdiyini bilək, 50 derece şərq uzunluğundan 118 derece qərbə hərəkət eləmiş olsa, onda deməli, məntəqənin 68 derece qərb uzunluğunda yerləşdiyini tapa bilirik. Məntəqə 68 derece qərb uzunluğundadır. 68 derece qərb uzunluğunda yerləşən məntəqənin hansı saat uşağında yerləşməsini təyin etməkdən ötürü 68 derece qərb uzunluğunu 15'e bölürük. 15'e bölürük. Alınır 4.
8 dəqiqə qalıq, 8 dərəcə qalıq qalır. Ona görə də qalıq 7,5-dən böyük olduğuna görə 4-ün üzərinə 1 gəlir, edir 5. Məntəqə qərb bölgəsində yerləşdiyinə görə 24-dən 5 çıxmaqla məntəqənin 19 saat uşaqda yerləşdiyini tapa bilirik. Deməli, məntəqə 19 saat uşaqda yerləşir. Günəş şüasının düşmə bucağını tapmaqdan ötürü yay gün dönümündə günəşin 23,5 dərəcə şimal enliyi üzərində zenitdə olduğunu bilirik. Ona görə də bu nöqtədən 23,5 dərəcə şimal enliyindən 90 çıxılsın 36,5 dərəcə cənuba doğru hərəkət etmək lazımdır. 23,5 şimal enliyi çıxılsın 90 çıxılsın 36,5 dərəcə. Bu 23,5 şimal enliyindən 53,5 dərəcə cənuba hərəkət etmək deməkdir. Buradan məntəqənin 30 dərəcə cənub enliyinin yerləşdiyini göstərir. Deməli, məsələnin doğru cavabı A bəndidir. Xəritə əslində işləmiş ərazilər üçün mücəhətlər. İşləmiş ərazilər dedikdə Baş Qafqazın, Murovdağ silsiləsinin, Qarabağ vulkan yaylasının, həmçinin Zəngəzurun hündürlüyü 2003 metr olan yerləri nəzərdə tutulur. Birinci bənddə deyir ki, aqlum ehtiyatlarla yaxşı təmin olunmuşdur. Məlumdur ki, aqlum ehtiyatları dedikdə havanın 10 dərəcə Selsiusdan yüksək olan orta sular temperaturlarının cəmi, həmçinin işığın, istiliyin, rütubətin kifayət olduğu yerlər nəzərdə tutulur. Bu göstərilən məntəqələrdə 10 dərəcə Selsiusdan yüksək olan orta sular temperaturlarının cəmi 100 gündən azdır. Belə nəticə çıxartmaq olar ki, bu yerlər aqlum ehtiyatlarla yaxşı təmin olunmamışdır. Bu yerlərdə kənd inşa etmək üçün şərait yoxdur. Ona görə də birinci bənd səhv bənddir. İkinci bənddə deyir ki, ümumi günəş radiasiyasının miqdarı böyükdür. Ümumi günəş radiasiyasının Azərbaycan Respublikasında paylanmasında belə bir qanunluluğu var ki, düzənliklərdə kür araz olanda onu əhatə edən düzlərdə, Qobustan Abşeronunda, Ceylançöl Acınorda, Araz boyu düzənliklərdə, Samur Dəvə Çovalında, Şərr Ordubad düzündə günəş radiasiyasının miqdarı 135 kilokalori bölü santimetr kvadratdan böyükdür. Düzənliklərdən dağlara qalxınca radiasiyanın miqdarı orta dağlarda 800 metrdən 1800 metrin uçları arasında radiasiyanın miqdarı azalır. Ona görə ki, buludlu çoxalır. 2000 metrdən yuxarı qalxdıqda isə günəş radiasiyasının miqdarı yenidən artmağa başlayır. Bu deyilən yerlərdə 2000 metrdən hündür olduğuna görə bunlarda həqiqətən ümumi günəş radiasiyasının miqdarı kifayət qədər böyükdür. Ona görə də ikinci bənd doğru bənddir. Üçüncü bənddə deyir ki, yay otaqları kimi istifadə edilir. Məlumdur ki, 1800 metrdən 2703 metr hündürlüyə qədər olan ərazilərdə orta su temperaturu 10 dərəcə Selsiusdan aşağıdır. Ona görə də ağac bitkiləri əmələ gələ bilməz. Burada yalnız ot bitkilər inkişaf edə bilər. Buranın qışı soyuq, yayı sərindir. Burada hündürlüyü 30-40 santimetrə çatan alp çəmənlikləri inkişaf edib, alp çəmənliklərinin yayıldığı bu yerlərdən həqiqətən yayda heyvanların otarılmasında istifadə edilir. Yəni, yay otaqları kimi istifadə edilir. Cavabı doğru bənddir. Dördüncü bənddə deyir ki, yalnız maqmatik suxurlar yayılıb. Maqmatik suxurlar bu deyilən yerlərdən maqmatik suların üstünü təşkil etdiyi yerlər yalnız Qarabağ vulkan yaylasındadır. Qismən də Zəngəzurda maqmatik suxurlar rast gəlir. Böyük Qafqazda, Baş Qafqazda səthli olan suxurlar Yura təbaşir yaşlı çöküntü suxurları ilə örtülmüşdür. Ümumiyyətlə, yer kürəsində yalnız qalxanlarda maqmatik suxurlar üstünlüyünü təşkil edir. Qalan yerlərdə həm maqmatik, həm metamorfik, həm də çöküntü mənşəli suxurlara rast gəlinir. Azərbaycan Respublikasında da bu bütün mənşəli suxurlara rast gəlinir. O görə yalnız maqmatik suxurların yayılması bəndi doğru deyildir. Beşinci bənddə deyir ki, ortalıq temperatur 10 dərəcə Selsiusdan azdır. Həqiqətən də Azərbaycanda yüksək dağlıq ərazilərdə havanın ortalıq temperaturu 10 dərəcə Selsiusdan azdır. Azərbaycan Respublikasının ümumiyyətlə havanın ortalıq temperaturu 14,4 dərəcə Selsiusdur. Aranda, Şərr Ordubad düzündə, Qobustan Abşeronda havanın ortalıq temperaturu 14,5 dərəcə Selsiusdur. Yüksək dağlıq ərazilərdə isə, bu deyilən ərazilərdə isə havanın ortalıq temperaturu həqiqətən də 10 dərəcə Selsiusdan azdır. Ona görə də 5-ci bənd doğru bənddir.
Altıncı bənddə deyir ki, introzonal landşaft inkişaf etmişdir. Introzonal landşaft bir landşaftın daxilində həmin landşaftın kəskin fərqindən landşaftın yaranmasıdır. Ki, Azərbaycan Respublikasında introzonal landşaftda ən çox rast gəlinir Küraraz ovalında, Qiçmən Qanı-Xəyər çayda, Samurdəvəçi ovalığında rast gəlinir. Buranın Küraraz ovalının yarım səhralarında, Küraraz ovalının yarım səhralarında yeraltı suların hesabına Tuğay meşələrini, Samurdəvəçi ovalında da yeni çayların sahilində çaylardan gələn sızan suyun hesabına Tuğay meşələrinə rast gəlinir. Qanı-Xəyər çayda da çəmənliklərin içərisində, çayların sahillərində deməli meşələrə, Tuğay meşələrinə rast gəlinir. Yüksək dağlıq ərazidə introzonal landşaftın yaranmasının əsas şərtlərindən biri yeraltı sulardır. Bu deyilən yerlər yüksək dağlıq ərazilərdir. Ona görə də buranın heç birində introzonal landşaftın yaranmasına imkan yoxdur. Bu ərazilər əvvəldən deyildiyi kimi subal çimenliklərdir. Əsas bitkilər ot bitkilərdir. Introzonallar üçün burada şərait yoxdur. Başqa bir landşaftda burada rast gəlmir. Ona görə də 6-cı bənddə səhv bənddir. Testin doğru cevabı ümumi güneş radyasının miqdarı büyüktür 2, yarıqlarlar kimi istifadə edilir 3, orta eğrilik temperaturunun derecesinden azdır 5. Kırmızı denizin suyundan 84 kilogram tuz alınmıştır. Bu kadar tuz almak için Azov denizinde tuzluğu 12 promildir. Götürülen su Kırmızı denizden götürülen sudan neçə litre çox olmalıdır. Məlum ki, tuzluq promillə ifadə olunur. Promil vahidin yaxud ədədin mində bir hissəsidir. Qırmızı dənizdə 1 litr sudan 42 qram tuz alınır. Qırmızı dənizin tuzluğu 42 promilə bərabərdir. Bu həm də o deməkdir ki, Qırmızı dənizdə 42 kilogram tuzu 1 kub metrdən yaxud 1 ton sudan alınır. Buna tənasüblə buna əsasən quruluq. 42 kilogramdan 1 ton 84 kilogram isə 2 tondan alırıq. Buradan x bərabərdir. 84 kilogram bölürsən 1 ton bölürsən 42 kilogram bərabərdir 2 ton. Məsələdə bizdə götürülen suyun miqdarını litrlə istədiyinə görə 2 ton da bərabərdir 2000 litr. Yəni Qırmızı dənizin 2000 litr suyundan 84 kilogram tuz alınır. Azov dənizində isə tuzun miqdarı 12 promildir. Bu demək ki, Azov dənizinin 1 kub metrindən 12 kilogram tuz alırıq. Tənasibi buna görə qururuq. 12 kilogram 1 tondan alınır, 84 kilogram 2 tondan alınır. Buradan x bərabərdir. 84 kilogram 1 tona vurub 12 kilogram bölsək, deməli Azov dənizinin 7 ton suyundan, yaxud 7 mililitre suyundan 84 kilogram tuz almış oluruq. Belə çıxır ki, deməli Azov dənizindən götürülen suyun miqdarı, Azov dənizinin 7 mililitre suyundan aldığımız tuzu Kırmızı denizin 2000 litre suyundan alırıq. Azov dənizindən götürülen suyu Kırmızı denizdən götürülen suyun miqdarından 5000 litre çoxdur. 7000 2000 litre çıxır 5000 litre alırıq.